May ayında sənə 3 yeni xoş xəbər olacaq. Gəl bunlara baxaq, nə olacaq. Bu arada videolarımı götürüb, öz adına çıxıb, paylaşan Nərminə Alxaslı profili var. Bununla əlaqədar xəbərim var. Neçə dəfədir göndərirsiniz. Mən deyiləm. Səhv salmayın. Səsimi götürüb, başqasından video oğurlayıb, üstünə qoyub paylaşan Qadalka İrina profili var. O da mənlik deyil. Özünüz bilirsiniz, özünüz mübarizə aparın. Yəni, mənim tək profilim var. O da budur, Tarotçu Səma. YouTube kanalım var bununla əlaqədar. Instagramım var bununla əlaqədar. Səma Tarot. Başqa bir profilim yoxdur dostlar. Yeni bir profilim olanda da zaten xəbər eləyəcəm. Amma mən sadəcə buradayam. Zaten nömrəm də budur. 050 684 97 15. Mənim nömrəm sadəcə budur. İndi gəlin başlayaq. May ayında sənə 3 xoş xəbər gələcək. 3 xoş xəbər gələcək. Hazırki enerjinə birinci baxaq. Mələk kartları nə deyir? Hazırki enerjin. Hazırki enerjin tamamlanmaqla əlaqədardır. Yenilənməklə əlaqədardır. Bəziləriniz burada məsələn hansısa magiyada negativlərdən təmizləməyə qərar almışsınızsa onu eləyin, təmizlənəcəksiniz. Bəziləriniz dənizdən, sudan enerji alırsınızsa, belə deyim də dəniz kənarında oturub danışmağı sevirsinizsə, bəli, orada gedin. Əgər sizi dəniz çağırırsa ki, gəl söhbət eləyək, gedib kənarda oturub bir söhbət eləyə bilərsiniz. Yəni bu sizin üçün xoş gələcək. Sırf yəni suyun enerjisindən tamamlanmalısınız. Bu dəqiqə tamamlanma enerjisindəsiniz, təmizlik enerjisindəsiniz. Meditasiyalara daha çox baş qatmalısınız. Meditasiyalar sizin üçün xeyirli olacaq. Bəs həyatınıza gələn yenilik nədir? 3 yenilik. Birinci yenilik nə ilə əlaqədar olacaq? İkinci yenilik nə ilə? Üçüncü yenilik nə ilə əlaqədar olacaq? Birinci yenilik, sırf fokuslanmalısan içindəki sevgiyə, ətrafdakı sevgiyə. Yəni, burada bəzi insanlar var ki, özünü bağışlamırlar. Bəzi etdiyi səhvlərə görə, bəzi etdiyi yanlışlara görə özünü bağışlamırlar və bu bağışlaya bilmədiyiniz üçün də özünüzdə blokajlar yaradırsınız. Kalp çakranızda blokajlar yaradırsınız, həyat yolunuzda blokajlar yaradırsınız və bu bir nevi məsləhətdir ki, özünüzü, etdiyiniz səhvləri, yanlışları bağışlayın, özünüzlə tamamlanın və özünüzə yeni bir yol açın. Buna çox ehtiyacınız var. Şəfalanacaqsınız bununla əlaqədar. İkinci yenilik nə ilə əlaqədardır? İkinci yenilik burada özünə yeni bir hədəf seçən insanlarla əlaqədardır. Burada hədəf dəyişikliyi var. Məsələn, bu dəqiqə hansısa maaşla işi varsa, özüm öz işimi quracam deyə beyninizdə fikirləşirsinizsə, tam da zamanıdır. Bunun üçün addımlar atmaq zamanıdır. Yenə deyirəm, bax, burada sırf şəfalanma, qəbullanmaq enerjisinə ehtiyacı olan insanlarla may ayını özünüzə sərf eləyin, özünüzlə əlaqədar. Nə bilim, idmanla məşğul olmaq istəyirsinizsə, ora gedin, meditasiyalar lazımdırsa eləyin, dualarla, sırf təmizlik ayı olacaq sizin üçün. Belə görürəm ki, 2 kart dalbadal, 3 kart dalbadal eyni şey çıxır. Üçüncü yenilik nədir? Üçüncü yenilik nədir? Dinləməlisən. Bax, burada 3 dənə kart çıxır may ayında. Üçü də sizə sadəcə bu məsləhət görür ki, bu ay ətrafdan, insanlardan, nə bilim, negativlərdən tamamilə arınıb, özünüzlə vaxt keçirib, özünüzü yeniləməlisiniz. Bu ay özünüzə bir hədəf qoyun, özünüzü dinləyin, nə istədiyinizi, arzularınızı, xəyallarınızı dinləyin və işarətlər veriləcək. Kainat sənə işarətlər verəcək. İşarətləri kainatla necə danışa bilərsiniz? Bu arada, yenə də deyirəm, videolarımı oğurlayan Nərmin Alxaslı, Qadalka İrina var. O mən deyiləm. Mənim sadəcə tək profilim var. Tarotçu Səmadır. Burada mənim YouTube kanalımda var. Profilimdə keçid. Mənim Instagramımda var. Və həmçinin mənim tək nömrəm var. 050 684 97 15. Bunu da qeyd edeyim. Okey. Kainatdan işarətləri necə ala bilərsiniz? Məsələn, sizə bir şey deyim. Məsələn, səhər durursan, hansısa bir məlumat almaq istəyirsənsə, deyirsən ki, Allahım, ey kainat, bu məsələ əgər mənim üçün xeyirlidirsə, tutaq ki, bugün mən qırmızı balon görüm gözümdə, hardasa, ya baxdığım videolarda görüm, ya nə bilim gözümün qarşısında görüm və yaxud da ki, hansısa bir rəqəmlərlə işarət almaq üçün, yəni siz o işarəti deyirsiniz, o işarət də mütləq ki, sizə geri qayıdacaq, yəni o işarəti mütləq ki, alacaqsınız. Kainatla danışmağı öyrənsəniz, həyatınız daha gözəl olacaq, onu sizə deyim ki. Çünki kartlar da sənə bunu deyir. May ayında ən gözəl yenilik, ən möhtəşəm yenilik nə olacaq? Gəl buna baxaq. Çünki burada daha çox məsləhət verir sizə ki, özünlə tamamlanmalısan. May ayında həyatına gələn möhtəşəm yenilik nə olacaq? May ayında bərəkət, ruzlu bərəkətli bir dövr gəlir sənə.
Və bu kartlar da bir-birini tamamlayır. O deməkdir ki, ətrafındakı sənə negativ gələn insanlardan, negativ gələn hadisələrdən, situasiyalardan uzaqlaşmalısan, meditasiyalar eləməlisən, dualar eləməlisən və bunun nəticəsində də ruzi bərəkət qapıların açılır. Uğurlu bir ay olacaq sənin üçün, ruzili bərəkətli bir ay olacaq sənin üçün. Aldım, qəbul edim. Yaz ətrafı baxım üçünsə profilimdəki nömrə ilə əlaqə saxla.